Hər kəsə salam. Əziz 11-ci siniflər. Bu gün sizlərlə bərabər 15 fevral 2026-cı ildə 11-ci siniflər üzrə Güvən nəşriyyatının keçirmiş olduğu sınağın izahına baxacağıq. Amma əvvəlcə sizdən xahişim, dəstək olmaq üçün səhifəmə abunə olasınız və bununla da yeni paylaşacağım videoları qaçırmayasınız. Buraxılış imtahanına çox az vaxt qalıb. Hər birinizə uğurlar arzulayıram. Sizin məqsədinizə nail olacağınıza inanıram və siz də özünüzə inanın ki, ən yüksək nəticələri əldə edəsiniz. Gəlin baxaq sualların izahına. 7-ci sual. Yəlik halı istəyir. 1. Düzgündür. Çünki apostrof S-dən sonra artiklsız isim gəlib. 2 də ortaq əşyalara aid olan sualdır, lakin yanlışdır. Niyə? Çünki gözlər insanın bədən üzvüdür, ortaq ola bilməz. Birinci tərəfə də yəlik hal artırılmalıydı. 3 tamamilə düzgündür, to cəm təyinicidir və S apostrof olmağı, to weeks, S apostrof olmağı tamamilə düzgündür. 4-də 2 yerdə yəlik hal işlənib. Bugünkü hava, biz bilirik ki, zaman zərflərinə, bəzi zaman zərflərinə yəlik hal artırıla bilir. Və today's phase bugünkü hava, dünənki hava, burada vəzə sözü düşüb, amma yenə də yəlik hal hesab olunur və 4-ü götürürük, çünki tamamən düzdür. 5 apostrof S-dən sonra V3 gələndə biz burada, yəni V3-dən sonra artiklsız isim axtarırıq və eləcə də cümlədə mütləq xəbər olmalıdır. Lakin heç biri yoxdursa, bu yəlik deyil, həz ya da izin qısaldılmasıdır. Cavab olur 1-3-4, yəni Y variantı. 8-ci suala baxırıq. Artikl mövzusuna aid bir sualdır. Biz bilirik ki, isim adı 2 dəfə cümlədə çəkilərsə, bu zaman birinci tərəfə EN, yəni qeyri-müəyyən olaraq götürürük. Sayıla bilən təkdirsə EN, ikinci tərəfə adı çəkilibsə, mütləq D artiklı işlədirik. Bu da birinci halda ismin qeyri-müəyyən olması, ilk dəfə adı çəkilməsi, ikinci tərəfdə isə artıq müəyyən olması deməkdir. Mən bahalı bir saat aldım. Saat sözü sayıla bilən tək isim olduğuna görə D variantını çıxırıq. Expensive saat ilə başlandığına görə E artiklını çıxırıq və birinci tərəfdə ilk dəfə adı çəkildiyinə D artiklı da olmaz. Ənləri saxlayıb keçirik ikinci tərəfə. İkinci tərəfdən watch ikinci dəfə dediyimiz kimi adı çəkildiyinə görə artıq D artiklı işlənməlidir və cavabımız olur A variantı. 9-cu sual əvəzliyə aid sualdır. Boşluqdan sonra of gəlib. Təbii ki, ofla işlənə bilməyənlər çıxmalıyıq. Every of deyə bir şey yoxdur. Törəmələrdən sonra of gəlməz. Daha sonra xəbərə baxırıq. Xəbər cəmdədir. Bilirik ki, each və every one xəbərini üçüncü şəxsin təkində tələb eləyir ki, cavabımız olacaq D variantı. Və boşluğa həm some, həm də both işlətmək mümkün idi. Baxırıq 10-cu suala. Qısa cavablara aid bir sualdır. Cümləmiz tam təsdiqdədir, heç bir inkar yoxdur. Ona görə neither və either'lər çıxmalıyıq. So, to, also olan cümlələri saxlayırıq ki, əlimizdə B və D variantları qalır. Və bu zaman biz cümlədə əmizar işlənibsə, ardan olan cavabı götürə bilərik, lakin işlənmədiyinə, məsləhət to-suz işləndiyinə, do və does ilə olan cavabları götürürük. Cavab olur B variantı. Baxırıq 11-ci suala. You had better, would rather, had better aid qaydadır və biz bilirik ki, had betterdən həm də would ratherdən sonra məsləhət to-suz gəlməlidir. Birinci düzgündür, çünki finish məsləhət to-suzdur. 2 yanlışdır, to olmamalıydı. 3 tamamilə düzgündür, had betterdən sonra məsləhət to-suz gəlib. 4 isə yanlışdır, razədən sonra gələn feilin sonunda ing olmamalıydı. Cavab olur 1-3, yəni C variantı. 12-ci sual. Gerund infinitivə aid yeni artırılmış mövzumuzdur, qaydadır. Suggest-dən sonra mütləq ing gəlir və A, B, C variantlarını çıxırıq. Refuse to-la işlənir deyə D variantını silirik və dislike həm to, həm ing ilə işlənə bilir. Cavabımız olur Y variantı. 13-cü sual. Complete the sentence. Tamamlıq budaq cümləsinə aid olan sualımızdır. Yeni artırılıb. Biz bilirik ki, tolddan sonra mütləq obyekt gəlməlidir. Yəni, bir də obyekt olmadığına görə səhvdir. 2 də setdən sonra obyekt gələ də bilər, gəlməyə də.
və said keçmişdədirsə, bu da cümləmiz də mütləq keçmiş olmalıdır. 2 tamamilə düzdür. 3. Ask me, askdan sonra to gəlməz, tamamilə düzdür. Askdan sonra that gəlməz, lakin if gələ bilər. Ask keçmişdədirsə was olmağı düzdür və 3-də heç bir səhv olmadığına 3-ü götürürük. 4. Tolddan sonra obyekt gəlib və bu da cümlədə keçmiş zamanda olduğuna görə 4 tamamilə düzdür. Lakin 5 yanlışdır, çünki saiddən sonra obyekt gəlib, lakin to'su yoxdur. Said to me olmalıydı. Ona görə də 1 ilə 5'i çıxırıq. Cavab olur 2, 3, 4, yəni A variantı. 14-cü sual. Zamanlara aid tense forms cümlədir. For 5 years biz bilirik ki, bitmiş zaman, indiki bitmiş istəyir. Ona görə B, C və Y variantlarını silirik. İkinci səhvdə yet var. Yet də biz bilirik ki, indiki bitmiş, lakin inkardır. A variantı keçmiş sadənin inkarıdır deyə çıxırıq. Cavabımız olur indiki bitmiş inkar, yəni D variantı. Passive voice-a aid, məchul növə aid bir sual var. 15-ci sualda. Why ilə bilirik ki, yalnız ikinci dərəcəli üzvə sual verir və why-dan sonra mütləq köməkçi feil, mübtəda və xəbər gəlməlidir. Və bu quruluşa əsasən B variantını çıxırıq, çünki why-dan sonra köməkçi feil gəlməyib. Sonra did keçmiş zamandır və bizə mütləq keçmiş zaman lazımdır və keçmiş sadə. A variantı quruluşa görə düz idi, lakin cancel wage formasında verilməyib deyə A variantı səhvdir. C variantında was cancelled tamamilə düzdür. Tamamlığımız mübtəda funksiyasına gəlir və C variantı cavabdır. D variantı being olmamalıydı. Çünki cümləm, məlum növdəki cümləm sadə zamandadır, davam edici zamanda deyil. Y variantının səhvi inkarda olmasıdır. Yəni verilmiş cümləm təsdiqdirsə, onu yalnız təsdiq formada çevirə bilərəm. Baxırıq 16-cı suala. Bağlayıcıya aid bir sualdır. Çünki boşluqdan sonra cümlə gəlib, söz birləşməsi yox. Bağlayıcıya aid olan sualları işləyərkən fikir verməliyik ki, yalnız iki cümlə arasında işlənə bilən bağlayıcıları dərhal variantlardan çıxaq. Because çünki bağlayıcısı iki cümlə arasında işlənir. Since və as səbəbindən mənasında bir-birini aparır. If və also arasında qalırıq və cümlənin mənasına baxmalıyıq. It was raining heavily, güclü yağış yağırdı. Onlar hikingə getmək qərarına gəldilər. Təbii ki, ziddiyyət var. Ona görə də baxmayaraq ki, güclü yağış yağırdı, onlar hikingə getmək qərarına gəldilər. Baxırıq 17-ci suala. 17-ci sual isim to be, sifət, plus məstər, yəni infinitiv quruluşundan istifadə edirik. Burada olacaq mübtədamız the box, qutu, is too heavy, həddən artıq ağırdır, daşımaq üçün to carry. Bu qayda 7-ci sinifin kitabında olan qaydadır, məktəb dərsliyində və cavabımız olur the box, yəni 6, 3, 4, 7, 5, 2, 1. 634, 75, 21. Yəni cavab olur Y variantı. Baxırıq 18-ci suala. Təyin ediciyə aid sualdır. Boşluqdan sonra sayıla bilməyən isim gəlib. Dərhal cəmlə işlənən təyin edicilər, yəni meni və fiona çıxırıq. A və C variantları çıxır. Keçirik ikinci tərəfdə boşluqdan sonra isim yoxdur. Bu deməkdir ki, əvvəlcədən verilmiş ismi bura bərpa edirik və ona görə də D variantı da silinir. Meni cəmlə işlənən təyin edicidir. Və B və Y variantları əlimizdə qalır və mənasına baxırıq. Deyilir ki, mənim cibimdə biraz pul var, lakin bu bahalı kitab almaq üçün kifayət deyil. Təbii ki, cavabımız olur B variantı. 19-cu sual tərcüməli sualdır. Universitet onun CV-sini rədd edib, çünki onun ingilis dili balı çox aşağı idi. Regret təəssüflənmək, accept qəbul eləmək, apply müraciət, forget isə unutmaqdır. Təbii ki, cavabımız olur D variantı. 20-ci sual söz önüyə aid sualdır. Çünki boşluqdan sonra söz və ya söz birləşməsi gələndə biz yalnız söz önü haqqında düşünürük, bağlayıcı haqqında yox.
və burada despite of ilə işləmir deyə yeni çıxırıq və A, B və C variantları hamısı bir-birini aparır. Çünki bunlar eyni mənalıdır. Biletlərin yüksək qiymətlərinə baxmayaraq stadion tamamilə dolmuşdu və buna görə də cavabımız olur D variantı. Dimin testlərində yeni test toplusunun ikinci hissədə sözünü mövzusunda because of, due to və as a result of ait kifayət qədər yeni testlər var. 21-ci sual mübtəda xəbər uzlaşmasına aid bir sualdır. Subject verb agreement. Biz mübtədamız isim, söz önü isimlə ifadə olunarsa, biz söz öndən əvvəlki ismə baxmalıyıq. Students cəmdədir deyə feilin sonunda s olmamalıdır. S ilə olan feillərimizi çıxırıq və 2 düzgündür. İndiki sayda zaman V2 3 düzgündür. İndiki bitmiş have submitted və will submit. Cavab olur 2, 3, 5, 6, yəni Y variantı. Baxırıq 22-ci suala. Was bağlayıcı feildir və bizə zərf yox, sifət lazımdır. A variantını silirik. Daha sonra marafon əşya bildirir. Əşya da yəni insan deyil. Ona görə ed ilə olanlarda çıxırıq. Çünki ed ilə olanlar insana aiddir. B və D variantları qalır və keçirik ikinci tərəfə. Nəfəs almaq zərf istəyir, sifət yox. Və təbii ki, ona görə də D variantı cavabımız olur. B variantı isə deyib sifət olduğuna silinir. Baxırıq mətnin suallarına. Mətnin suallarını həll etmək üçün, işləmək üçün mütləq bir dəfə oxumaq lazımdır. Çünki bir dəfə oxuyanda mətnlərdə, cümlələr arasında əlaqələrdən, yəni mətn haqqında müəyyən məlumat yaranır, müəyyən fikir yaranır və bu da təbii ki 23-cü sualın cavabının çıxarılmasına kömək eləyir. 23-cü sualın cavabı adətən ilk cümləmizdə verilir və mətnin nə haqqında olduğu bilinir. Mətn deməli dünyadakı ən qədim universitet haqqında idi və ona görə də bizdə burada 23-cü sualda cavabımız C variantı olur. A variantı İbn Haldunun bioqrafiyası tamamilə yanlış. Mərakeş məscidlərinin memari dizaynı təbii ki yanlış. Doktor Hişam Mahmud tərəfindən elmi karyerada dəyişiklik. Yəni bunların hər biri haqqında mətndə söhbət gedib və məlumat verilib. Lakin mətnimiz tamamilə onlar haqqında deyil ki, ilk cümlədə də dediyimiz kimi mətnin nə haqqında olduğu verilib. Avropa universitetlərinin Mərakeşdə təsiri təbii ki, bu da yanlışdır. Cavab tamamilə olur C variantı. 24-cü sualda dediyimiz kimi universitetin əsasının qoyulması haqqında, yəni kimin qoyulmasını, kimin universitetin əsasını qoyması haqqında soruşur və biz bunu mətnin ikinci cümləsində it was founded by a remarkable woman Fatimə Əl-Fihri. Burada da cavab olur D variantı, remarkable woman named Fatimə Əl-Fihri. 25-ci sualda universitet haqqında düzgün cümləni istəyir. 1 tamamilə düzgündür, 11 əsrdən çoxdur təhsil mərkəzi olub, öyrənmə mərkəzi olub və həmin cümlə mətnin birinci paraqrafın ikinci sətrindədir. For over 1100 years və təbii ki 1100 ildən çox, bu da 11 əsrdən çox eləyir və biri tamamilə düzgündür, cavab kimi götürürük. 2 də was established by a famous historian named İbn Haldun. İbn Haldun tərəfindən əsas qoyulub. Xeyr, tamamilə yanlışdır. Biz birinci paraqrafın ikinci sətrində gördük ki, əsası Fatimə Əl-Fihri tərəfindən qoyulub və içini tamamilə yanlışdır çıxırıq. Davam edirik 3-də. Deməli, qadın təhsilini dəstəkləyən uzun bir ənənəsin özündə birləşdirir. Tamamilə düzdür. Bu da ikinci paraqrafın birinci sətrində əsas xüsusiyyətlərindən biri qadın təhsilinin olan öhdəçilikdir. Bundan başqa həmin paraqrafda ikinci sətirdə də qadın təhsilinin dəstəkləməklə bağlı long tradition, yəni uzun bir ənənəsi var, uzun zamanı əhatə edən ənənəsi var və təbii ki 3-ü
götürürük. 4-də məzunlarına xaricdə təhsil almağını qadağan eləyir. Yanlışdır, çünki 3-cü paraqrafın 2-ci sətrində xaricdə təhsil almağı ilə bağlı həmin universitetdən məzun olanların xaricdə təhsil alması ilə bağlı məlumat verilir və 25-ci sualda düzgün cavab olur 1 və 3, yəni B variantı. 26-cı suala baxırıq. Bizdən düzgünü istəyir. İnstitut yerləşir United States-də. Tamamilə yanlışdır. Çünki ilk cümləmizdə Mərakeşdə yerləşdiyi verilir. İkinci cümlədə əsas 11-ci əsrdə qoyulub bir qrup alim tərəfindən. 11-ci əsrdə yox, 859-cu ildə qoyulub və bu da 9-cu əsr eləyir. Və 2 də yanlışdır. 3-də bir çox məzunlar akademik təhsillərini Avropa və ABŞ-da davam elətdirir. Bu cümləni tapırıq. Və bu cümlə 3-cü paraqrafın deməli 2-ci və 3-cü sətrindədir. Avropa və ABŞ-da təhsillərini deməli prestijli universitetlərdə təhsillərini davam elətdirirlər. Tamamilə düzgün bir cümlədir. 4-də isə deyir ki, Doktor Həşəm Mahmud mühazirəçi olmazdan əvvəl alim kimi işləmişdi. Və həmin cümlə 2-ci paraqrafın deməli 3-cü və 4-cü sətrində verilib. Təhsil verən olmazdan əvvəl deməli alim olmuşdu. Və 4 tamamilə düzdür. Cavabımız olur 3-4, yəni A variantı. Baxırıq açıq suallara. 27-ci sual definition verilib və məstərlə başladığına biz yalnız feilləri arasında seçim eləməliyik. Paraqraf 1-də feilləri müəyyən eləməliyik və bu feilin mənası to bring something into existence, bir şeyi var eləmək mənasında olmalıdır və həmin feilləri dərhal dairəyə alırıq. Deməli, feillərimiz consider, found, welcome, including və salam. Cəmi 4 feil var və bu feillərdən biz found-u seçməliyik. Çünki found əsasını qoymaq, yaratmaq deməkdir. Lakin burada verildiyi kimi V2, V3 formasında yox, məstər formasında yazmalıyıq. Çünki əgər V2, V3 formasında yazarıqsa, bu zaman 2-də 1 bal verir, tam bal verilmir. 28-ci sual, paraqraf 2-dən karakteristik sözünün sinonimini istəyir. Biz həmin karakteristik sözünün sinonimi təbii ki, isimləri dairəyə almalıyıq və burada kifayət qədər isimlər var. Universitet, feature, commitment, woman, education və s. belə isimləri dairəyə alırıq və artıq feature sözünün onun sinonim olduğu bilinir. Feature xüsusiyyət deməkdir, xarakteristik xüsusiyyət deməkdir və karakteristik sözü təkdə olduğuna feature-də tək formada yazmalıyıq. 29-cu suala baxırıq. 29-cu sualda verilmiş cümləni tamamlamalıyıq ən azı 2 sözün dəyişməklə. Həmin cümlə mətninizin ən sonuncu cümləsidir. Burada biz remain-dən sonraki hissəni köçürdəcəyik, amma sözləri dəyişərək. Burada powerful sözünü strong-la və ya the main-lə verə bilərik. Simvolu da sayından verə bilərik. Excellence, quality, global isə worldwide sözləri ilə vermək olar. Gəlin qeyd eləyək. Remains, strong və ya the main. Main sözü ilə powerful sözü sinonim olmasa da bu cümlədə bir-birini əvəz edə bilir. Simvol sözünün sinonimi kimi sign sözündən istifadə edirik. Daha sonra of history olduğu kimi yazılır. And excellence. Excellence mükəmməllik deməkdir və bunu biz quality, keyfiyyət, mükəmməllik sözü ilə verə bilərik. In global education'da biz in global education global sözünü worldwide sözü ilə əvəz edə bilərik. In
worldwide education. Hal-hazırda deməli 1, 2, 3 və 4 sözü dəyişmiş olduq. Baxırıq 30-cu suala. 30-cu sual 3 cümləlik eseydir. Sualımız belədir. Niyə düşünürsünüz ki, qadın təhsilini dəstəkləmək cəmiyyət üçün vacibdir? Gəlin bu suallara aid 3 cümləlik eseyi bir yerdə yazaq. Əziz şagirdlər, deməli 30-cu sualda esemiz qadınların təhsilini dəstəkləmək niyə vacibdir? Cəmiyyət üçün niyə vacibdir? Mövzusunda 3 cümləlik esey yazmalıyıq və belə bir sadə esey yazmışam. Və nəzərinizə çatdırım ki, mətnin verilmiş sualı ilk cümlə olaraq istifadə edirik. Birinci cümləmiz qadınların təhsilini dəstəkləmək cəmiyyət üçün vacibdir. Yəni verilmiş eseyin adı bizim iş cümləmiz olur. Gəlin tərcümə eləyək. Tərcümə eləməmişdən əvvəl təbii ki, təhlil eləməliyik. Qadınların təhsilini dəstəkləmək mübtəda, vacibdir xəbər, cəmiyyət üçün tamamlıq. Qadınların təhsilini dəstəkləmək təbii ki, supporting women's education birinci məsdəri, daha sonra isə məsdərin tərkibindəki tamamlığı veririk. Supporting women's education. Vacibdir, dərhal sonra xəbər gəlməlidir və məsdər ilə ifadə olunubsa əgər mübtəda, onda biz izdən istifadə edirik. Vacibdir is important. Qaldı tamamlığımız cəmiyyət üçün for society. Keçirik ikinci cümləyə. Çünki təhsilli qadınlar həm öz həyatını, həm də gələcəyini yaxşılaşdırır. Çünki because bağlayıcı ən əvvəldə gəlir. Təhsilli qadınlar mübtəda, yaxşılaşdırır xəbər. Həm öz həyatını, həm də ailəsinin gələcəyini tamamlıq və burada həmcins tamamlıqlar var və biz both and bağlayıcısından istifadə edirik. Təhsilli qadınlar, educated women. Yaxşılaşdırır, improve. Həm öz həyatını, öz həyatını dəyərlə veririk, çünki woman mübtəda cəmdədir. Both their life, their own life da yaza bilərik, their life da yaza bilərik. And ailəsinin gələcəyini, the future of their family. İkinci cümləmiz də hazırdır. Keçirik üçüncü cümləyə. Həmçinin qadının təhsili gender bərabərliyini gücləndirir. Həmçinin also qadının təhsili mübtəda, gücləndirir xəbər, gender bərabərliyini tamamlıq. Qadının təhsili, women's education. Gücləndirir, strengthen. Və sonuna isə artırıq, çünki mübtədamız üçüncü şəxsin təkindədir. Gender bərabərliyi, gender equality.
Belə əziz 11-ci siniflər, essay yazmaq, 3 cümləlik essay yazmaq heç də çətin deyil. Dediyim kimi, ilk cümləniz verilmiş essayin özü olsun. Daha sonra because-la həmin cümlənizi əsaslandırıb və daha sonraki 3-cü cümlənizdə nəticəyə gəlirsiniz və fikrinizi əsaslandırırsınız. Belə essayimiz hazırdır. Əziz 11-ci siniflər, videonu bəyəndinizsə, like etməyi və səhifəyə abunə olmağı unutmayın. Yeni videolarda görüşənədək.